İlk öncə xoş gördük. Mənim futbola gəlişim kiçik yaşlarımdan biz Sumqayıtda böyümüşük. Sumqayıtda məhəllədə oynayırdım. Belə daimlə də gedirdim oyunlarına, daim oyunlara. Daim də kiçiklikdən həvəsi olub futbola. Ancaq sonunu gətirə bilməyib. Mən gedirdim orada kiçik yaşlarımda oynayırdım. Daimdə dostlar var idi. Onlar görürdü məni. Mən hər dəfə paslaşıb verirdi. Onda da mən kiçik idim, 4 yaşım olardı. 3-4 yaşı da belə olardı da. Mən özüm həvəskar futbolca oynayırdıq. Uşaqlarla belə müəyyən yerdə pullu olan stadionlarda. Həmişə elə o maşına dayı bala uşağı idi, dayı deyirdi. Düşürdüm. Mən də uşaqdı, götürdüm, oturdum maşına. Həm biraz gəlsin, həm də biraz hava da dəniz qırağıdır. O məqsədlə, yəni mən onun futbolist olsun, ya neysə belə yox. Belə oldu ki, biz məsəl üçün əynimizi geyinənə kimi stadion təbii ki boş olur da. Və biz çıxırdıq, gördük bu topla ona qaçır, bu yana qaçır. Sonra o bizlə gələn uşaqlar hansı ki çöldən bizə baxır. Verirdik emini ona, biz özümüz oynayırdıq, sonra çıxırdıq. Bizdən sonraki uşaqlar ki vaxtla da elə bir ay, 2 ay belə oldu. Sonra bizdə bir uşaq vardı, Tural. Dedi Polad, bunun zərbələri var, biraz o toplar biraz bərk olur. Üçlük toplardır, mini toplar biraz bərk olur. Bunun zərbəsi var. Mən də biraz fərqinə vardım, baxdım. Sonra bir dostum var, Anar müəllim. Sumqayıtda məşq keçir, Ülgüşimdə. Onun yanına apardım. Oradasa bir 5 yaşı, 6 yaşın içində idi onlar. Onda da təbii ki bunun qruppasında bu yaşlı uşaq yox idi. 8 vardı, 9 vardı da, 8-9 yaşlar. Bunu atdıq o uşaqların arasına, 5-6 tamamlıyoruz. Baxdıq yox, bu yəni çox onlardan seçilir. Orada kiçik yaşlarımda özümdən böyüklərlə çıxış eləyirdim. Orada oynadıqca artıq yavaş-yavaş futbola baxış açım da böyüdü, amma yaşım kiçik idi. Necə deyim, hələ onda bilmirdim heç futbolu sonuna qədər gedəcəmmi, bu yaşa qədər gələ biləcəmmi. Yəni orada heç bir şey yox idi. Artıq mənim səhv eləmirəmsə 10 yaşım olardı, 9 yaşım olardı, Sumqayıt klubuna keçid elədim. Orada çıxış etdim 2 il. Sonra biz Neftçi ilə oyunlarda çox vaxt Neftçiyə qarşı oynayırdıq. Oyunlarda İslam Kərimov məni gördü, 10 yaşım var idi. Məni cəlb elədi 11 komandasına. Orada da biz çox yaxşı çıxış eləyirdik. Hələ də yadımdadır. Bizim ikinci yerlə fərqimiz 17 xal fərqimiz var idi. 67 xalımız var idi, arxamızdakı komandanın 50 xal var idi. Amma koronavirus oldu, liqa olmadı, belə səbəblər baş verdi. 2 il demək olar futbolsuz qaldıq. 1 il, 2 il futbolsuz qaldıq. Ondan sonra mən Sumqayıta keçid elədim. Orada da Neftçiyə qarşı yenə çempionluq yaşadım. Açığı desəm, mən Emini ilk dəfə, belə deyək, mən 14 komandasında baş məşq kimi ilk təyinatımda görmüşdüm. Hansı ki, bildiyim, məndə olan məlumata görə Emin ondan öncə 13 liqasında bizdə olmuşdu. 13 liqasına qədər daha doğrusu bizdə olmuşdu. Sonradan qayıtmışdı köhnə komandası Sumqayıta. Və mən komandanı götürəndən sonra onların komanda haqqında müəyyən məlumat almaq üçün komandanın son final oyununa baxmışdım. Hansı ki, Sumqayıta 1-0 komandamız uduzmuşdu. Və orada Emini görüb bəyənmişdim. Dayısı ilə, belə deyək, Emini daha çox futbolla maraqlanan dayısı ilə əlaqə yaratdıqdan sonra bilməli olaraq onlar Neftçiyə qayıtmağı istədilər, belə deyək. Və biz Eminlə tanışlığımız oradan başladı, ilk tanışlığımız. Və Eminin orada ilk oyunda, belə deyək, final oyunda izlədiyim qədər mənə daha çox onun sürətli olmağı, topla, dribling bacarığı və xüsusilə də vurğulu yardımçı və əzmkarlığı mənim diqqətimi cəlb eləmişdi. Emin müəllim mənə biraz da üstündə işlədi, mənə fərqli mövqelərdə oynatdı. Yeri gəldi sol müdafiəçi oynadım, yeri gəldi sağ müdafiəçi oynadım. Amma Emin müəllim, mən ən çox sol winger oynamaq xoşlayırdım. Amma müəllim mənə dedi ki, səndən çox güclü sağ cinah yarım müdafiə çıxdı. Mən də kiçikdə sol ayağımı çox da işlətməyə meyilli deyildim.
deyirdim, evdə deyinirdim ki, ayda mən sağcına oynamaq istəmirəm, amma Emin müəllim çox təcrübəli məşqçi olduğuna görə, yəni futbol karyerası oldu Emin müəllimin. Bu məndə dəstək oldu. Hər zaman mənlə danışır ki, yəni sən sol oynamayacaqsan, yəni səni çox güclü sağ vingerə. Şükür Allah, sağ vingerdə davam edirəm. Hər şey də yaxşıdır. Açığı desək, Emin indi biraz inkişaf mərhələsində qədəm qoyub, boy atıb. Amma Emin 14 liqasında həm yaşlarından, fiziki baxımından biraz geri qalırdı. Xüsusilə də arıq və biraz boy olaraq kiçik olması ona belə deyək, həm yaşlılarla mübarizələrdə çətinlik törədirdi. Amma Eminin sürəti və cəldliyi onu hardasa bu komponentlərdə sığortalayırdı. Amma Eminin belə deyək, sırf əzmkarlığı, bayaq da vurğuladığım kimi təslim olmama hissi Eminə bir çox məqamlarda kömək oldu və biz Emini 14 liqada əsas heyətdə oynadırdıq. Amma bir şey də vurğulayım ki, adətən bu yaşda valideynlər və uşaqlar oynamadığı zaman biraz psixoloji problemlər yaşayır. Hətta bəzi valideynlər var ki, bizə yaxınlaşıb irad da bildirirlər hər hansı problemlə bağlı. Amma biz Eminin nə valideynlər tərəfindən, nə Emin tərəfdən mən heç bir vaxt belə bir şeylə rastlaşmamışam. Əksinə Eminin oynamadığı zaman daha həvəsli olduğunu görmüşəm, daha çox çalışdığını görmüşəm və şans verilən zamanda həmin şansdan maksimum istifadə etdiyini şahid olmuşam. Məndən Neftçi sevgisi belə deyim, bizdə ailədə mənim babam rəhmətə gedib. Babam çox böyük Neftçi keşiydi. Mən görməmişəm, amma dediklərinə görə. Həm elə, həm kiçikdən çox Neftçinin oyunlarına baxırdım. Belə deyim, xoşuma gələn oyunçular Yusuf Laval idi. Hər də o son dəqiqə, səhv eləmirəmsə 3-3 olan oyunda uzaqdan bir möhtəşəm qol vurmuşdu. Biz həmin oyun əl tutub çıxmışdıq ora, yəni orada Avropa Liqası səhv eləmirəmsə. Biz bir çox oyunu orada oyunçuların əlindən tutub çıxmışdıq. Biri Yehuda idi, biri yadımdadır. Digər oyunda 3-3 olan oyun yadımdan çıxıb. Həmin oyunda çox gözəl qol vurdu Yusuf Laval, amma təəssüf ki, cavab oyunda məğlub olduq, belə deyim. Neftçi sevgisi məndə yəni çox başqa bir ayrı, qəlbimin ayrı yerində bir Neftçi sevgisi var. Çünki Neftçi çox böyük necə deyim, klubdur. Yəni 1937-ci ildə yaranıb flaqmandır. Neftçi yəni tək fikri, tək oyunçularımızın, hətta böyük klubun da vuruşumuzun da olsun, tək fikri çempionluqdur. Yenə son illərdə alınmasa da, amma akademiyadan tutmuş bütün böyük yaş qruplarına kimi hər kəsin düşüncəsi odur ki, çempionluq olsun. Sabahla yarımfinal oyununda səfərdə Şəfa meydançasında oyunumuz zamanı baş vermişdi. Hesabda 1-0 geridə ikən yəni təmiz qol vurduq. Yəni Rəsulun cinahdan ötürməsi və Eminin tam olaraq deyərdim ki, bəlkə də 5 addım geridən, 5 metr geridən, müdafiəçidən geridən qaçmağına rəğmən yan hakim ofsayd bayrağını qaldırdı. Və təbii ki, həmin oyun Neftçi TV vasitəsilə canlı yayımlanırdı və biz oradan kadrla hakimlərə də sübut etdik. Yəni verilən qərar yanlış idi, amma hakim nədənsə öz qərarında israr etdi. Hətta kameranın belə yanlış göstərdiyini iddia elədi. Təbii ki, orada hani o qolumuz sayılsaydı, yenə də deyirəm, biz əsas uşaqların inkişafını düşünürük. Təbii ki, o mərhələdə etapı keçmək də istəyərdik, yarım finaldan finala doğru addımlamaq da istəyərdik. Amma düşünürəm ki, o qərarlar belə, futbolun içərisində verilən bu qərarlar belə bizim uşaqların inkişafı üçün bir növ təkandır. Və həmin oyunda biz təəssüf olsun ki, 2-0 məğlub olduq və Emin də orada kifayət qədər yaxşı təsir bağışlamışdı. Mən həmin vaxt stadiondaydım. Ümumiyyətlə, mən Eminin heç bir oyununu yadıma gəlmir də, buraxım. Hər oyunda mən Eminin bütün oyunlarını mən izləmişəm. İstəyir belə, istəyir qutarandan sonra da sizin verilişlərdə adden oturub ikimiz baxıb təhlil edir ki, falan yerdə falan oldu. Yəni, biraz başımız çıxdığımız üçün məsələn, həm də Eminin də şükür Allaha o qabiliyyəti var. O, məsələn, görsən elə şey deyir ki, mən özüm də baxıram ki, hə, bu düz deyir. Hə, o oyuna qalası olsa orada sözün düzü mən 46 yaşım var, mən hələ elə ofsayd görməmişdim.
Yəni bu məsələ nə bilim çox yerdə hallandı. Bütün nə bilim baxış sayı da çox oldu. İnternetdə, TikTokda zətdə də paylaşdılar bunlar ki, yəni belə bir şey ola bilməz də. Yəni ən aşağısı mənə elə gəlir, o frontal baxışla baxanda 7 metr var idi hardasa. Yəni 7 metri lap çəpəkidən də baxsan görmək olardı da. Yəni bu istəyir sağ tərəfdən, istəyir sol tərəfdən, heç düzündən də yox da. Yəni seçilir ki, bu daldadır. Onu da səhv eləmirəmsə Rəsul vermişdi o pası. Çox gözəl pas vermişdi də. Yəni bütün xətti blokirovkaya atdı da o pasla. Çox qəşəng pas idi. Pas da gözəl idi, vuruş da gözəl idi. Çox heyf ki, həmin oyunda biraz uşağın özü də pis olmuşdu. Emin Gəldiyevə biraz Emin müəllim özü çox pis olmuşdu. Onda da Emin Mustafayev idi 14-ün baş məşqçisi Emin Mustafayev. Çox hallandı. Olur da indi məsələn elə dünyada elə hallar olur ki, əllə qol vurulub sayılıb. O da onun üçün bir xatirə qalar. Yəqin ki, gələcəkdə özü üçün yəni dərs çıxar. Dərs deyəndə o qədər dərsliyə salınması bir şey deyil. O hakim səhvidir. Amma özü üçün yəni müəyyən şey olmalı ki, bunu indi var zat çıxıb da eləyibdi. Nə qədər olmasa biraz nə bilim çox pis olmuşdu. Komanda olaraq uşaqlar məsəl üçün uşaqlar özlərinə gələnmirdilər. Yəni bizim heyət onda indiki həmin uşaqlardan 1-2 nəfər əlavə olunub da. O köhnə heyətin uşaqlarından hardasa 6 nəfər, 7 nəfər qalıb da. O uşaqlar bəlkə də bir ay özlərinə gəlmədilər ki, yəni bizdə 14 o yaşda öyle durub nəsə müəllimlə spor eləsin, hakimlə spor eləsin, olur da. Uşaqdır, heç nə deyə bilmirlər. Biraz dəstək olduq, sağ olsunlar koordinatorlarımız. Onlar da gəldilər, biz uşaqlara dəstək oldular. Uşaqlar bir tər özlərinə gəldilər bir sözlə. O qol hələ də yadımdan çıxmır ki, mən nə qədər arxadan çıxdım, top önümdə, mən qaçıram, qol vururam, sevməyə gedirəm. Amma bir də görürəm ki, necə deyim, arxama dönüb baxıram ki, hakim fiti çalıb və bu qolu ləğv edir. Səbəb mənə çox qəribə gəldi. Amma mən düşündüm ki, ondan əvvəl bəlkə cərimə zərbəsi, bəlkə foul olub. Amma bir də gördüm, offside deyil. Yəni burada offside olmağı çox qəribə idi, yəni çox qəribə işlər keçirdim. Oyundan sonra da biz hakimlərə nə qədər telefonla göstərdik ki, ondan sonra 1-0 idi həmən anda. Biz o qolu vurduq 1-1, hər şey dəyişə bilərdi. Yəni o qoldan sonra necə deyim, o qolu vurduq bir dənə qol vura bilərdi. Çünki orada motivasiya yüksəkliyi alacaqdı, rəqib komanda motivasiya düşkünlüyü yaşayacaqdı. Çünki yarımfinal oyundu, biz qol vurmuşuq bu axırıncı dəqiqələrdə. Təəssüf ki, qoldan sonra biz bir qol buraxdıq, 2-0 məğlub olduq. Amma oyundan sonra biz koordinatorlarımız olsun, məşqçilərimiz olsun, o hakimlərə nə qədər o epizodu göstərdi ki, yəni orada offside olduğunu bizə göstərdi. Nə sadəcə bunu deyil. Yəni biz həmən oyunun şokunu bəlkə biz ikinci oyuna çıxmaq istəmirdik, belə deyim. Çünki həmən vaxt çox necə deyim, çox şok keçirmişik ki, yəni o qol necə sayılmaya bilər. Təbii ki, biz daim belə oyunlardan sonra uşaqlarla daim söhbət edirik. Xüsusi olaraq uşaqların psixoloji olaraq ümumiyyətlə idmançılar elə bir peşədir ki, idmançı. Yəni burada mütləqdir ki, sən psixoloji güclü olmalısan. Çünki istər bəzi məşqçi səni oynatmaya bilər və ya oyun situasiyasında belə bir vəziyyətlərlə qarşılaşa bilərsən. İstənilən halda sən psixoloji olaraq özünü güclü saxlamalısan. Və Emində deyərdim ki, bayaq vurğuladığım kimi əzmkarlıq onun psixoloji olaraq da onu daim diri saxlayır. Məsələn, biz istirahət günlərimizdə Emin daim mənə yazardı. Günün bu günündə də Eminlə daim danışırıq, istər telefonda, istər üzbəüz. Emin daim axtarışdadır, özünü inkişaf etdirməyin axtarışındadır. Məsələn, milli komandadan misal verərdim ki, Emin milliyə çağırılmadığı dönəmlərdə belə daim mən onunla telefonda danışarkən, üzbəüz gələrkən güclü olmasını tələb edirdim. Daim ona vurğuluyordum ki, sən hazır olmalısan. Milli elə bir yerdir ki, bir dəfə sən çağırılacaqsan və orada daim olaraq qala bilərsən. Və elə də oldu, Emin gec də olsa milli komandaya dəvət aldı. Yəni, o baxımdan deyirəm ki, Emində psixoloji olaraq heç də səhvin və ya çətinliyin altında qalan uşaq deyil.
Bəlkə də yaşadığı həyat tərzi onu ona məcbur edir ki, yəni həyatın çətinliyini anlayaraq o mübarizliyi bir növ öz həyatına tətbiq edir. Komanda valla mən bunlar yenə deyirəm 2009 təvəllüd uşaqlar mən bunların 6-6, 5-5 oynayan vaxtlarda, 9 oynayan vaxtlarda indi 11 oynayırlar. Bu uşaqların ümumiyyətlə mən fikir vermişəm. Məsələn, uşaq vardı, məsələn, digər klublarda görürəm də, məsəl üçün, qol vurmaq üçün hər şey eləyir, yəni özü seçilsin. Amma mən Neftçiyə, mən şükür Allaha, o uşaqlara fikir verirəm ki, komandada o şey yoxdur. Məsəl üçün, Eminin özü elementar bir şey deyim də, təkbətək çıxıb qapıçı ilə vurmuyor, verib, məsələn, Dədə vurub da, yəni Ramin abiyə vurub, Üstan vurub, Miri vardı bizdə, o uşaq indi təəssüf ki, yoxdur. O da potensiallı uşaqdır. Təhsillə əlaqədar olaraq. Sən o sual verirəm ki, məsələn, Emin niyə vurmadın da? O vuranda elə biləm özüm vururam da. Yəni, komandada fikir verirəm ki, komanda ruhu var. 2009-un özəlliyi mənim üçün odur da, yəni ki, bu komanda bir yerə vurur. O nəticəsində gördünüz də, yəni komanda baxırdın ki, özünüz şərh eləmişsiniz də, komanda geriyə düşür. Heç elə bir heç nə olmuyordu. 3 dənə vurur, 4 dənə vurur, 5 dənə vurur. Yəni qol vurmaq potensialda mən deyərdim ki, 2009-larda təvəllüdlə götürəndə ən təhlükəli üçlük qabaqda bizim 2009-larda Neftçinin uşaqları. Yəni sırf komanda oyunu oynamaq üçün bu Emində o winger olaraq baxıram ki, çox üstünlük var. Ağlı ilə oynayır da, bildiniz necə, biri var ayağı ilə oynayır. Yeniyetmə dövrüdür, yeniyetmə dövrüdür, biraz axı uşaq istəyir nəsə eləsin, gözünü göstərsin. Baxıram, yox, bu adam elə yer, elə mövqedə adama pas verir ki, heç mənim ağlıma gəlmir ki, o pası ona verəcək. Çox dəqiq, çox yerində, yəni başqa cürdür. Onun futbola baxışı məndən də başqa cürdür. Mən, məsəl üçün, öz dövrümdən götürəndə, məndən bəlkə də 10 qat güclü fikirləşir o. Meydanda o meydan görmək qabiliyyəti çox yaxşıdır. Belə deyim, 16 liqası Eldəniz müəllim bizi yayda çox gözəl, necə deyim, həm bizlə sezon əvvəli danışdı, həm bizim məşqlərdə tələbi o idi ki, yəni bizim istedadımızın fərqinə vardı. Bizdən tələbi o idi ki, hər kəs özünə inansın. Yəni özünə inanmayan futbolçu, yəni bizim komanda ola bilməz. Neftçidə, yəni özünə inanmayan heç bir futbolçu Neftçinin akademiyasında oynaya bilməz, belə deyim. Biz həmən sezon çox yaxşı çıxış elədik, hələ də yadımdadır. Biz Orxan Əliyev, mən, Ramin Abiyev, bizim çox gözəl üçümüz var idi, belə deyim. Həmən sezon bəlkə də, belə deyim, çox böyük işlər gördük. Sabahla oyun olsun, Qarabağla oyun olsun, bizim düzdür, məğlub da olduq, qələbə də qazandıq, amma sonda gəldik, 4-1 finalda Səba ilə qarşılaşdıq. İlk oyun 2-1 idi səhv eləmirəmsə, Altunla Ramin fərqləndi. Həmən oyunu udduq. Sonra cavab oyunu burada oynadıq. Burada hesab böyük oldu. Mən həmən oyun bir qol səhv eləməsə və bir asist elədim və biz yarımfinal mərhələsinə keçdik. Yarımfinal mərhələsində Zirə ilə qarşılaşdıq. Zirə ilə oyunumuz, belə deyim, ilk oyunumuz çox çətin keçdi. Zirəni play-off mərhələsindən əvvəl çox rahat udmuşduq. Səfərdə 3-0 udmuşduq. Mən həmən oyunu hat-trick eləmişdim. Amma belə deyim, yarımfinal mərhələsində bütün rəqiblər çempionluğu düşündüyü üçün oyunlar fərqli olur. Eldəniz müəllim də bizi bunu demişdi. Burada motivasiya başqa cür olacaq. Yəni həmən polyada biz onları 3-0 udmuşduq, amma həmən günü oyun 0-0 bitdi. Gəldik bura, burada Zirə ilə oynayırdıq. Biz 1-0 geriyə düşdük. Oyunun ilk dəqiqələri idi. Sonra mən cınaq ötürməsi verdim, Orxan Əliyev fərqləndi və biz oyuna geri döndük, belə deyim. Sonra birinci hissə bitdi, Eldəniz müəllim bizə danışdı. Yəni hər şeyin necə olacağını dedi, sadəcə özünüzə inanın, çempion sizsiz, yəni mən sizə güvənirəm dedi. Biz də onun güvənini yerə salmadıq. Ötürməsi cərimə meydançasına, Emin Süleymanovla hücum davam edir. Emin zərbə endirir, Süleymanov və gol! Emin bugün bir gol bir asist. Süleymanov Neftçini hesabda irəli çıxarır.
Neftçi hesabda geri düşdükdən sonra Emin asist etmişdi. Orxan gol vurmuşdu. İndi isə Emin Süleymanov özü fərqləndi. İti bucaq altında. Final həftəsi hər şey başqa cür idi. Sanki biz bir həftə qabaq bilirdik ki, biz çempionuq. Yəni rahat değildi, amma özümüzə güvənimiz başqa cür idi. Eldəniz müəllim bizə o güvəni yaratmışdı. Motivasiyamız çox yüksək idi, belə deyim. Yəni Razvalkada sanki çempionluğu oyuna qabaq həll eləmişdik. Musiqilərə qulaq asırdıq, belə deyim. Oyuna qabaq necə olur böyük liqalarda bizə də elə idi. Oyuna da çıxdıq. Oyunun 11-ci dəqiqəsi idi. Nurlan Məliyev cərimə zərbəsi oldu. Nurlan Məliyev Ramin Abiyev verdi. Ramin Abiyev gözəl keçid elədi. Vurdu, qaydan top mən qola çevirdim. 1-0 durduq. Sonra cınaqda cərimə zərbəsi aldım. Xəzər içəri qaldırdı və orada çox böyük kuçu oldu. Orada da yenə şükür Allah bizim oyuncularımız Orxan idi, səhv eləmirəmsə. Orxan orada fərqləndi 2-0 və ilk hissəyə 2-0 qalib getdik. Üçüncü hissə başladı, Eldəniz müəllim bizimlə danışdı, amma biz daha çox kontratakaya üstünlük verdik. Yəni biz son dəqiqələr idi. 2 qol da son dəqiqələrə yaxın buraxdıq, amma axırıncı qol 90-cı dəqiqə oldu. Orada da əslində cərimə zərbəsi var idi. Cərimə zərbəsindən içəri qaldı. Nürəzzə orada foul var idi. Hakim yenə Neftçiyə qarşı görməzdən gəldi, amma biz eləsəydik bəlkə də görəcəkdik. Yenə də şükürlər olsun, motivasiyamız yüksək. Yəni oyunu 120 dəqiqə hər kəs canını qoydu oyuna, sonradan girən, heyət oynayan hər kəs. Və həmin oyun biz penallarda qalib gəldik, penalti sırasında. Mən özüm də fərqləndim. Nurəziz də səhv eləmirəmsə 2 top çıxartdı. Qaradağlı topa yaxınlaşır. Riyad Nurəziz! Nurəziz! Çempion Neftçi! Çempion Neftçidir. AFFA U16 liqasında 2024-2025-ci illər mövsümünün çempionu Neftçidir. İlk çempionluğum idi. Çox necə deyim, Neftçidə çempionluq yaşamaq, mən Sumqayıtda yaşamışam çempionluq, amma Neftçidə çempionluq yaşamaq çox başqa hissdir, belə deyim. Çox sevindik. Çox ümumiyyətlə sizin elə çəkilişinizin də mənə elə gəlir ən çox say baxışı yığan həmin deyəsən veriliş olmuşdu. Nə bilim başqa cür məsələn bu il də çempion oldular, amma keçənki çempionluq mənə başqa cür təəssürat yaratmışdı belə. Başqa cür eyfariyada idik. Həqiqətən mən həmin oyunu meydançadan canlı izləyirdim. Hətta penallarda Nurəzzin uğurlu çıxışı da bizi həqiqətən çox sevindirdi, orada belə deyək. Ümumi olaraq Eminin dediyimiz kimi o əzmkarlığı xüsusilə həmin oyunda seçilirdi. Cinahdan olan asmalar olsun, cinahdan olan keçidləri olsun. Bir növ xüsusi xatırlayıram ki, həmin oyundan sonra Eminin milliyə çağırılma şansı yarandı. Çünki biz orada millinin baş məşqçisi Aqil Nəbiyevlə bir yerdə oyun izləyirdik və kifayət qədər də Eminin fərqləndiyi oyunda Aqil müəllim də onu xüsusi vurğuladı ki, yəni Emin heç də bu günə qədər belə görsənmirdi. Artıq yəni inkişaf etdiyi bariz şəkildə görsənirdi. Və dediyim kimi, yəni təbii ki, finalda komanda qələbə qazanıbsa bütün oyuncuları alqışlamağa dəyər. Hər kəsin oyunu yaxşı idi, amma xüsusilə də hücum oyuncularımız Ramin Abiyev olsun, Emin Süleymanov olsun, cinahlardan rəqibi kifayət qədər yormağa və təhlükə yaratmağa nail oldular. 17 liqasında sezonun başı Rəşad müəllim idi bizdə, Rəşad Hüseynov idi. Sonra Elvin müəllim gəldi. Elvin müəllim istəyi məndən o idi ki, mən 19 komandasına daha çox ötürmələr verirdim, asistlər eləyirdim, fərqlənmirdim. Məndən istəyi o idi ki, yəni hər məşqçinin fərqli görüşü var. Məndə Elvin müəllim onu gördü ki, mənim qol düyümüm yaxşıdır. Yəni zərbəm də yaxşıdır. Yəni gir özün eləməyə çalış, yəni özün fərqlən. Mən də Elvin müəllim deyəndən sonra ilk oyun idi, Elvin müəllim də Şəfa ilə oyun idi. Artıq 10-cu dəqiqə idi, 3 qol vurdum, amma biri offside oldu. Düzdür, həmən oyun qalib gəldik. Yəni Elvin müəllim də istəyi bizdən fərqli idi. Elvin müəllim çox böyük futbolçu olub, onun təcrübəsi, biliyi bizə çox fayda verdi və 17 liqasına şükür olsun biz çempion olduq. Neftçi belə deyim, Neftçi əvvəllərdən də yəni neçə qat çempiondur, belə deyim. Çox böyük
çempionluqlar yaşayıb. Kanales, Erik Ramosun vaxtlarında çox güclü idi bizim Neftçimiz. Şükürlər olsun, indi də Neftçi yaxşıdır. Yəni Neftçi məğlubiyyət sevmir, belə deyim. Yəni də Qarabağa məğlub olsaq da, amma yenə də Neftçidə döyüşkən ruhu tapıb, son oyun da olsa belə Qarabağa qalib gəlməyi bacardıq. Hal-hazırda mənim kuminim deyə biləcəyim oyunçu Breno Almeida deyərdim. Çünki qışda qoşuldu komandaya, amma necə deyim, proses, yəni komandaya alışma prosesi çox yaxşı keçdi, belə deyirəm. Breno Almeida həm oyun olaraq, həm necə deyim, komandaya fayda olaraq çox mənə görə Neftçi üçün yaxşı futbolçudur. Mənim də kumir deyə biləcəyim futbolçudur. Əvvəldən deyəsi olsam, əvvəl çox oyunçularımız olub belə çox güclü. Mən belə sırf bəyəndiyim oyunçu Mateus Saldanha deyərdim. Çox bəyənirdim onu, amma təəssüf ki, o da getdi. Tək onlar çıxdıqdan görə yox, belə mənim öz məqsədim də A komanda, əlbəttə ki, Neftçi Akademiyası olan hər bir oyunçunun, hər bir gəncin məqsədi A komandaya çıxmaqdır. Məhdi də olsun, Narazı olsun, çıxırlar. Çıxan oyunçularımız çox olub. Siz dediyiniz kimi Murad Məmmədov hal-hazırda ölkə xaricində çıxacaq, yəni Neftçi Akademiyasından. Bu bizdə, yəni tək məndə yox, bütün akademiyada həvəs yaradır ki, onlar çıxır, yəqin Neftçi məni də görəcək. Mənə belə deyim, bu motivasiya ilə oyunlara yüksək motivasiyalı çıxırıq, belə deyim. Mənim hədəflərim əlbəttə var. Neftçinin komandasına çıxış eləməkdir, debüt eləməkdir. İnşallah yaxın gələcəkdə gerçək olar. Bu templə getsə, yəni məşqlərdə Emin heç vaxt yadıma gəlmir ki, hətta xəstə olanda da məşqə gəlib. Evdən narazılıq eləmişik, deyib yox, məşqə gedirəm. Yəni o uşaqda futbola sevgi başqa cürdür. O ki, qaldı gələcəyə baxma. Mən istəyərdim Emin, kim istəməz ki, Neftçi komandası ilə Premier Liqanı oynamasın və yaxud da ki, Avropanın hansısa liqasına düşsün Neftçi, Emin orada oynamasın. Əlbəttə ki, çox arzulayaram. Mənə elə gəlir ki, çünki uşaqlıqdan mənə söz verir. O söz verdiklərini yerinə yetirir. Mən inanıram ki, o dediyi sözə mənə yetirəcək. O mənə söz verib. Xaricdə oynamaq, hansısa Avroliqanı oynamaq mənə söz verib. Təbii ki, Neftçinin tərkibində. Ümumiyyətlə, o biraz patriot uşaqdır. Azərbaycan, Neftçi, onun üçün başqa cürdür, o bayraq. Tamam, uşaqdan başqa cür böyüyüb. Ona biz onu yeritməmişik, o təbii olaraq ondadır. Milli himn, bayraqdır, gerbdir, Neftçinin loqosudur. Bir dəfə Neftçinin loqosu mənim hansısa köynəyi idi. Qabaqçı, belə deyək, şirkətində sponsorun onun loqosu çirklənmişdi. Evdə hətta onsuz da biraz sporda düşmüşdü anası ilə ki, bunu təmiz yumamışam. Çox bağlıdır. İnşallah gələcək Allah zədədən, bəladan qorusun. Zədə olmasa, yəni Eminin özünə qalsa, o potensialını göstərmək, mən özümdən çox inanıram ki, o özünü göstərəcək. Yəni o mənada arxayınam ona. Amma zədə olmasın da, futbolun biraz o yazılmayan qanunları da var. Gərək ondan biraz sağ olsunlar, akademiyanın koordinatorlarımız olsun, həkimlərimiz olsun, uşaqlara çox mən fikir vermişəm, hətta onlara xüsusi qayğına yanaşırlar. Hər il müəyyən dispanserdən keçirirlər, aparırlar, ürək döyüntüsü də olsun, fərqi yoxdur. Yadıma gəlir, xəstələnmişdi, ona denli sistemlər qoşmuşlar, biraz özünə gətirdilər, oyun qabağı, hansısa bir oyun qabağı. Yox, razıyıq o mənada. Gələcəkdə inşallah yaxşı olar, mənə gəlir. Mən 15 liqasında demişdim ki, biz çempion olacağıq, artıq 2 qat Azərbaycan çempionuq, inşallah gələnlə çempion olacağıq. Mənim verəcəyim sözü ola bilər ki, Neftçi yaxın gələcəkdə bizim yaşda olan hər kəs, hər oyuncu A komandaya çıxış edə biləcək səviyyədədir. Sadəcə özümüzə inanmaq, daha çox işləmək lazımdır. İnşallah sözüm odur ki,
A komandada debüt eləyib, özümü yaxşı tərəfdən göstərib və azərkeşlərin sevimli oyunçusu olmağa çalışacağam.